Salam dəyərli tamaşaçılar, Hakim studiyasındayıq. Xoş gördük sizi yenidən yeni sayımızda. Bugünkü mövzunu istəyərdim sizin diqqətinizə çatdırım. Deməli, bu gün danışırıq digər valideynin razılığı olmadan yetkin yaşına çatmayan uşağın ölkə xaricinə çıxarılması ilə bağlı mübahisələrdən. Qonağımızı sizə təqdim edim. Bu gün mövzunu bizlə müzakirə edir Naxçıvan şəhər məhkəməsinin hakimi Gülsüm Əliyeva. Gülsüm xanım, sizi yenidən xoş gördük. Bu artıq ikinci sayda sizinlə bir yerdə çəkirik. Çox sağ olun Ayşən xanım, təşəkkür edirəm yenidən məni verilişinizə dəvət etdiyiniz üçün. Biz təşəkkür edirik ki, qəbul elədiniz. Minnətdarlığımızı bildirirəm. Yox, bu verilişin fürsətdən istifadə edib deyim ki, Ayşən xanım, yaxşı tərəf odur ki, biz də bir mütaliə eləmiş oluruq, təkrarlamış oluruq. Bizim üçün də bir nisbət olur. Mütaliəniz daimidir, təvazökarlıq eləyirsiniz. Çox sağ olun. Gülsüm xanım, istəyərdim elə birbaşa keçək mövzuya, çünki zamanımız az olur və nə qədər çox informasiya çatırsa, o qədər yaxşıdır. İstəyərdim ilk olaraq aydınlıq gətirək ki, yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikası ərazisindən kənara çıxarılması ilə bağlı tənzimləmələr hansı qaydadadır, hansı hallarda çıxarıla bilər? Deməli, Ayşən xanım, mən bu məsələyə əsasən yeni qəbul olunmuş 2021-ci il tarixli Respublikası Ali Məhkəməsinin uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunverici məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında plenum qərarına istinad edərək cavab vermək istəyirəm. Deməli, həmin qərarda da göstərildiyi kimi, Respublikasının Miqrasiya Məcəlləsi 2013-cü ilin avqustun 1-də artıq qüvvəyə minmişdir, biz bildiyimiz kimi və həmin məcəllədə Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək məsələləri öz qaydaları ilə tənzimlənir. Deməli, həmin məcəllənin 9.1 və 9.2-ci maddələrinə əsasən Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst sürətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqlarına malikdirlər. Vətəndaşın ölkədən getmək və ölkədən gəlmək hüququ bildiyimiz kimi heç bir halda həmin hüquqdan məhrum edilə bilməz. Lakin həmin məcəllənin xüsusilə bir norması var ki, hansı ki 11-ci maddəsində yetkin yaşına çatmayan uşaqların, yəni Respublikası vətəndaşlarının ölkədən getməsinin qaydaları xüsusilə tənzimlənir. Mən istəyirəm o normanı sizin diqqətinizə çatdırım. Deməli, həmin normada qeyd olunur ki, 11-ci maddədə, 11.1-ci maddədə qeyd olunur ki, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla yetkin yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürənləri, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə qeyd olunur ki, yetkin yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yəni bu hər iki valideyn yox, bir valideynlə ölkə xaricinə çıxılma hallarını özündə ehtiva edir ki, həmin halında xüsusi tənzimləmə qaydasını 11.2-ci maddə özündə əks elətdirir. Deməli, maddənin davamında qeyd olunur ki, yetkin yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. İstər başqa şəxslərlə getdiyi halda hər iki valideynin razılığı, istərsə də bir valideynin iştirakı ilə ölkə xaricinə çıxdığı halda digər valideynin mütləq şəkildə razılığı tələb olunur. Hansı ki, valideyn himayəsindən məhrum olan uşaqlar var, bildiyiniz kimi qanunda da bunlar tənzimlənir Ailə Məcəlləsində. Həmin hallarda isə qəyyum və yaxud da himayəçinin razılığı, notarial razılığı əsasında ölkədən çıxışına razılıq verilir. Yəni bunun xüsusi tənzimlənmə norması Miqrasiya Məcəlləsinin 11-ci maddəsidir. Bundan bağlı əlavə fikirlər, yəni lazımdırsa məlumat verək. Bundan bağlı əlavə fikirləri növbəti suallarda yəqin ki, müzakirə eləyəcəyik. İstəyərdim keçək digər bir sualımıza. Orada siz artıq qeyd elədiniz ki, bəzi uşaqlar var ki, onlar bir yaxud da hər iki valideynin, daha doğrusu hər iki valideynin qayğısından məhrumdular. Aydın məsələdir ki, burada artıq qəyyumluqdan söhbət gedə bilər. Belə olan halda bizdə əksərən biz danışırıq valideynlər, amma əslində qəyyumlar, himayəçilər də valideynlərin hüquqlarını necə yerinə yetirən digər şəxslər kimi çıxış edə bilirlər. Nəyə görə bunları qeyd elədim? Ola bilsin valideynlər arasında yaxud da qəyyum, himayəçilər arasında belə bir mübahisə yarandı. Yəni onlardan hər hansı bir uşağın ölkə sərhədlərindən kənara çıxmasının tərəfdarıdır, amma digər valideyn yaxud da qəyyum və ya himayəçi buna razılıq vermir. Belə bir mübahisə yaranırsa, bir mübahisənin həlli qaydaları barədə istəyərdim məlumat verəsiniz. Bir də belə bir mübahisə yaranarsa, bu mübahisənin məhkəmədən kənar həll prosedurları varmı? Yəni məhkəməyə qədər müraciət olunmalı orqanlar varmı? Məsələn, mediatora müraciət olunmalıdır yoxsa yox bu qəbildən işlərdə?
Deməli, Ayşən xanım, qanunvericilik bayaq qeyd elədiyimiz kimi Miqrasiya Məcəlləsi 11-ci maddəsində 70 yaşına çatmayan uşağın ölkədən getməsinin xüsusi qaydasını tənzimləyib. Lakin istisna hallar, hansı ki sizin qeyd elədiyiniz hallarda istər valideynlərin hər ikisinin arasındakı razılıq olmaması, mübahisə olması və yaxud da ki uşağa qəyyumluq və yaxud da himayəçilik həyata keçirdən şəxsin mübahisələrin nəticəsində uşağın ölkədən çıxarılmasına əgər icazə verilmirsə, bu qaydanın artıq tənzimi qaydaları, deməli tənzimi forması daha doğrusu məhkəmə qaydasında həllini tapır. Və bildiyiniz kimi hazırda məhkəmə təcrübəsində kifayət qədər bununla bağlı mübahisələr mövcuddur və bunlara normal şəkildə həmin plenum qərarının şərtlərinə uyğun şəkildə məhkəmələr tərəfindən baxılaraq yekun qərarlar qəbul olunur. Digər hissiyə dair isə bildirmək istəyirəm ki, hər bir halda Azərbaycan Respublikası mediasiya haqqında qanunun 28-ci maddəsinin tələblərinə uyğun olaraq bu ailə münasibətlərindən irəli gələn məsələ olduğu üçün mütləq şəkildə, yəni şərtdir ki, mediasiyadan tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesindən keçsinlər. Əgər onlar hər hansı bir razılıq əldə edə bilmirlərsə və yaxud da mediasiya prosesində digər şəxs iştirak etməkdən imtina edirsə, onda növbəti addım olaraq həmin o mediasiya orqanının verdiyi müvafiq arayış nəticəsində və yaxud da protokol deyək, xitam əsasında, qərar əsasında müraciət olunur məhkəməyə və məhkəmə qaydasında həmin məsələyə baxılır. Hətta bayaq qeyd elədiyim Azərbaycan Respublikası Ali Məhkəməsinin plenum qərarında şərt kimi də göstərilib ki, əgər mediasiyaya müraciət olunmursa, hakim tərəfindən Mülki Prosessual Məcəllənin 152-ci maddəsinin deməli 1.6-1-ci bəndinə uyğun olaraq həmin iddia ərizəsi icraata götürülməkdən imtina olunur və yaxud da geri qaytarılır. Yəni qanunvericiliyə uyğun olaraq həmin iddia ərizəsi icraata götürülə bilməz, geri qaytarılmalıdır. Əgər səhvən deyək icraata götürülübsə hakim tərəfindən işin gedişində mediasiya prosesində iştirak olmadığı üçün, tərəflər mediasiya prosesində iştirak etmədiyi üçün həmin iddia ərizəsi baxılmamış saxlanılır və qanunvericiliyin dediyim kimi sadaladığımız normalarından göründüyü kimi birmənalı şəkildə tərəflər bu mübahisələrdə mediasiya prosesindən keçməlidirlər. Yalnız həmin mərhələdən sonra məhkəməyə müraciət imkanları qanunvericilikdə öz əksini tapıbdır. Mən orada unutdum soruşmağı. Bir də biz dedik ki, mediatora müraciət olunmalıdır yoxsa yox. Artıq siz ona aydınlıq gətirdiniz ki, mediatora müraciət olunmalıdır. Hətta bu istisnasız bir şərtdir. Yəni mediatora müraciət olunmadığı halda məhkəmə baxmır. Bəs mediatora gedən zaman həmin o şəxslər hansı sənədləri mediatora təqdim eləməlidirlər? Orada bir prosedur qayda varmı? Deməli, prosedur qayda əslində məhkəməyə müraciət qaydasına bənzər qaydadır. Hər bir halda dövlət rüsumu haqqında qanunda nəzərdə tutulan rüsum ödənilməlidir. İstər məhkəməyə, istər mediasiya müraciət halında. Hər bir halda uşağın, yəni valideynlərin kim olmasını əks etdirən bildiyimiz kimi doğum haqqında şəhadətnamədir. Mütləq şəkildə, yəni onu müraciət edən valideyn bildirməlidir ki, onun həqiqətən də övladıdır. Bunu təsdiqləyəndə yeganə sənəd bildiyimiz kimi doğum haqqında şəhadətnamədir və yaxud da doğum haqqı qeydindən çıxarışdır. Yəni bu sənədləri mütləq şəkildə təqdim eləməklə istər mediasiya, istərsə də məhkəməyə bu sənədlər əsasında onun işi başlanıla bilər. Qeyd olunan misal sənədlərin təqdim olunmaması qanunda bilirik 152-ci maddədə Mülki Prosessual Məcəllədə bir sıra hallar var ki, onların ümumiyyətlə misal dövlət rüsumunun ödənməməsi iddia ərizəsinin icraata götürülməsini istisna edən bir haldır. Lakin misal üçün deyək uşağın doğum haqqında şəhadətnaməsi əlavə olunmayıbsa, məhkəmə təcrübəsində də vətəndaşa əsasən süründürməçiliyə yol verilməsin və hüquqların vaxtında bərpasının təmini üçün digər şərtlər yerindədirsə, misal iddia ərizəsi imzalanıbsa, dövlət rüsumu ödənilibsə, digər o yanaşı olan sənədi hazırlıq mərhələsində də tərəflərdən məhkəmə artıq qəbul eləyib, işin baxışının hazırlıq mərhələsinin və yaxud da baxışının davam etdirilməsi mümkün sayılır. Digər bir sualımız, deməli, bu mübahisələr üzrə cavabdehin kim olunması, yəni kim kimi müəyyən olunması ilə bağlı məsələdir. Nəyə görə? Bizə aydın məsələdir ki, hər hansı bir şəxs 70 yaşına çatmayan uşağı ilə bir yerdə ölkə sərhədlərini tərk etmək istəyəndə buna birbaşa necə deyirlər, faktiki müdaxiləni həmin o sərhədlərdən kənara ötürən yaxud da buna nəzarət edən dövlət orqanı, yəni o məhdudiyyəti tətbiq eləyir. Necə deyirlər, artıq uşağın ölkə sərhədlərini tərk eləməsi orada istisna olunur. Burada sual yarana bilər ki, onda həmin o uşağı özü ilə bərabər aparmaq istəyən valideyn zabitə kimi qoymalıdır? Həmin dövlət orqanını mı qoymalıdır zabitə kimi ki, o mane olur
həmin dövlət orqanı bu icazəni versin, yaxud da onun ölkədən kənara çıxmasını təmin eləsin, yoxsa o icazəni digər valideyndən almalıdır? Bu bir sualımız bundan bağlıdır. Ümumiyyətlə aydınlıq gətirir ki, burada subyektiv hüquqlar kimi aiddir, yəni iddianı kim qaldıra bilər və cavabdeh olaraq kim müəyyən oluna bilər? Burada bir xüsusi dairə varmı, məhduddurmu, yalnız valideynlərdirmi, yoxsa digər bənzər hüquqları həyata keçirən şəxslər də ola bilərmi? Deməli, Ayşən xanım, çox gözəl sualdır. Məhkəmə təcrübəsində hətta elə bir hal yaranıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsi plenum qərarında xüsusilə bəndlərində buna yer verib. Əsas o olub ki, yəni artıq təcrübədə ümumiləşmə nəticəsində bəlli olub ki, digər qurumlara sizin sadaladığınız kimi uşağın ölkədən çıxışına icazə verməyən, yəni özünün vəzifə qaydalarına uyğun olaraq qanunvericinin tələbinə əməl olunmadığı üçün, çıxış qaydasına əməl olunmadığı şərt daxilində icazə verməyən qurumlar belə hətta cavabdeh qismində qoyularaq onlara qarşı iddia qaldırılması halları məhkəmə təcrübəsində aşkarlanıb. Lakin həmin plenum qərarında bir mənalı şəkildə göstərilir ki, Dövlət Sərhəd Xidməti və yaxud da Azərbaycan Respublikasının Miqrasiya Xidməti cavabdeh qismində və yaxud da yanaşı cavabdeh qismində, yəni digər bilirik ki, qanunvericinin tələbinə uyğun olaraq bir neçə cavabdehə qarşı da iddia qaldırılması qanunda istisna olunmur. Eyni anda bir neçə cavabdehin qoyulması ilə. Lakin bu halların hamısını həmin plenum qərarında istisna eləyir və bir mənalı şəkildə bildirir ki, hüquqdan şəxsi uşağın, yəni hüququnu həmin anda məhdudlaşdıran və bu hüququn belə deyim, çıxışına icazə verməyən şəxsi valideyn olduğu üçün həmin o situasiyaya maneçilik yaradan, uşağın çıxışına maneçilik yaradan, ona razılıq verməkdən yayınan valideyn kimdirsə, həmin valideyn cavabdeh qismində qoyulmalıdır və iddiaçı qismində də mütləq şəkildə biz bilirik ki, Konstitusiya Məhkəməsi qərarlarında həmişə vurğulayır ki, ilkin olaraq biz iddianın əsaslılığının və yaxud da mahiyyətinin, həmin olub-olmamasının araşdırılmasından əvvəl tərəflərin buna subyektiv hüququnun olub-olmaması məsələsini, yəni belə loreldə desək, iddiaçının iddiaçı olmalı olan şəxs və yaxud da cavabdehin cavabdeh olmalı olan şəxs olub-olmamasını araşdırmalıyıq. Bu qəbildən də plenum qərarında qeyd olunur ki, mütləq şəkildə iddiaçı uşağı özü ilə bərabər ölkədən çıxarmaq istəyən valideyn, digər cavabdeh qismində isə uşağın ölkədən çıxışına maneə yaradan, razılıq verməkdən yayınan şəxs olmalıdır. Yəni, digər şəxslərin cavabdeh qismində qoyulması və yaxud da onlara qarşı həmin iddianın qaldırılması qanunvericiliklə istisna olunur. Digər bir məsələ, Gülsüm xanım, işin gedişatında yaranan yeni hallarla. Burada yeni hallar deyəndə mən konkret mülki-prosessual məcəllədə nəzərdə tutmuş yeni halı nəzərdə tutmuram. Yeni bir situasiyanı nəzərdə tuturam. Bununla bağlıdır. Məsələn, digər valideyn uşağın onun necə deyirlər, iştirakı olmadan, onun yəni müşayiəti olmadan ölkə sərhədlərindən kənara çıxarılmasına etiraz edib, daha doğrusu razılıq verməyibdir və təbii olaraq da uşaqla bir yerdə ölkəni tərk etmək istəyən valideyn artıq iddianı qaldırır. İşin gedişatında o valideyn deyir ki, yaxşı, mən razıyam, onda iddiadan imtina elə və gedək biz notariusda mən öz razılığımı verim. Halbuki artıq bir icraat başlanıbdır. Belə olan vəziyyətdə onun bu iddiadan imtina eləməsi məhkəmə tərəfindən qəbul ediləndirmi? Çünki normalda biz düşünürük ki, iddianın qəbul olunması yaxud da iddiaçının iddiadan imtina eləməsi artıq icraata xitam verilməsi üçün əksərən əsas olur. Bəzi istisnalar xaric, yəni məhkəmə orada yoxlayır digər tərəflərin necə deyirlər, mənafeyinin pozulması. Bu situasiya o istisnalara daxildirmi? Yəni belə bir necə deyirlər, qarşı tərəfin belə bir təklif verməsi mütləq əsasdırmı ki, məhkəmə desin ki, o zaman icraata xitam verir, yoxsa məhkəmə işin gedişatını apara bilərmi yenə də? Deməli, Ayşən xanım, bu məsələyə də həmin plenum qərarında xüsusi bir yer ayrılıb. Çünki bildiyimiz kimi, şəxsən mənim təcrübəmdə baxdığım işlərdə çox rastlaşdığım bir vəziyyətdir. Əsasən bu iddiaları qaldıranlar bildiyiniz kimi xanımlar olur, uşaq himayəsinə verilən xanımlar. Müraciət eləyirlər, neçə aydır biz bildirirlər ki, hakim, biz neçə aydır iddiaçı cavabdeh şəxsi tapa bilmirik. Tapa bildiyimiz halda isə bəzi istisnalarda misal deyir ki, tapsaq da bizə deyir ki, bu gün razılıq verəcəm, sabah razılıq verəcəm, uzun bir müddət bizi süründürməciliyə məruz qoyur və mənim də uşağımın hal-hazırda hüququmdur ki, ölkədən çıxsın, istirahət hüququ var və yaxud da hər hansı bir təhsil məsələsi ilə bağlı və yaxud da ki, sağlamlıq vəziyyəti ilə bağlı mən onu ölkədən çıxartmaq istəyirəm. Lakin həmin şəxslər tapılmır. Mən də məcbur qalıb məhkəməyə ərizə vermişəm. İşin gedişində cavabdehlərə nə vaxt ki, məhkəmə bildirişi göndərilir, əksər halda cavabdehlər məhkəmə iclasına artıq gəlirlər və sizin dediyiniz qaydada fikirlərini bildirirlər ki, əslində mən maneçilik törətmirəm, istədiyi vaxt ona notarial qaydada razılıq verməyə razıyam, sadəcə misal burada olmuşam, başqa bir yerdə işim olubdur. Yəni məqsəd burada əsasən belə deyək,
ailələr arasındakı o nicah pozulduqdan sonra, ailə münasibətləri pozulduqdan sonra tərəflərin bir-birinə qarşı olan aqressiyasını, qıcığını uşağın üzərindən çıxarmaq niyyətləridir. Yəni uşaq əslində bir silah kimi istifadə olunur bir-birlərinə qarşı. Belə olan halda deyir ki, niyə siz iddianı təmin eləyəsiniz ki, mən buna razılıq verirəm, gedək istəyir 18 yaşına qədər verim, istəyir nə vaxt getmək istəyirsə verim bu razılığı. Lakin plenum qərarında bildirilir ki, artıq şəxsin məhkəmə prosesinin gedişində bu qaydada istər müəyyən bir müddət üçün razılıq verməsi və yaxud da 18 yaşına çatana qədər razılıq verilməsi, həmin iş üzrə icraat aktdan verilməsi, baxılmamış saxlanılması və yaxud da ki, iddianın rədd olunması üçün əsas ola bilməz. Bu sadəcə 18 yaşına qədər əgər razılıq verirsə, iddianın tam etirafı kimi və yaxud da müəyyən bir müddət üçün razılıq verirsə, iddianın qismən etirafı kimi məhkəmə tərəfindən nəzərə alınmalı və bunun nəticəsində məhkəmə araşdırmasına uyğun olaraq əgər uşağın mənafeyi pozulmursa, o iddialar təmin olunmalıdır. Bu qaydada şəxsin o uzun müddətli süründürməçiliyində, yəni əslində demək istəyir ki, məhkəmədə ortaq olub vətəndaşın hüququnun pozulmasına pay çıxmamalıdır. Hüququ bərpa eləməlidir ki, uşaq ölkədən valideyni ilə istədiyi vaxt, yəni əgər hüquq və mənafeyinə toxunan bir məsələ yoxdursa, rahat bir şəkildə çıxıb ölkəyə qayıda bilsin. Yəni orada əsas məntiq yəqin ki, bundan ibarətdir. Məhkəmə qaydasında artıq o icazə veriləndə bu bəlli bir zaman üçün yox da əksərən uşağın 18 yaşına gedir. Amma notarial qaydada gedəndə vətəndaş orada məhkəmədə verdiyi sözü tutmayıb 1 aylıq da verir. 1 ay sonra gedib hətta istəsə 18 yaşına qədər verdiyi halda bu artıq hüququndan sui-istifadə sayılır qanunvericiliyi ilə. Gedib sui-istifadə halına yol verərək 1 ay sonra, 2 ay sonra 18 yaşına qədər razılıq verdiyi halda həmin hüquq etibarnaməni ləğv eləyə bilər və bunun nəticəsində də yenə həmin xanımın və yaxud da ki, bəy də ola bilər tərəfin və uşağın hüququ, ölkədən çıxışına dair o hüququ, ölkədən getmə hüququ pozulmuş olacaq. Buna görə də bunu qanunvericilik bu cür nizamlayır ki, iddianın qismən və yaxud da tam etirafı kimi nəzərə alınmalıdır. Başqa bir halda əsas ola bilməz. Bunu nəyə görə vurğuladıq? Ola bilər tamaşaçılarda sual işarəsi yaranar ki, artıq tərəf yəni etiraz eləmir, razılıq verir. Yəni niyə görə də bu eyni qaydada sayılmır? Bu necə deyirlər, imkanlara görə. Onun oradakı imkanları daha genişdir, burada daha məhduddur. Biz onu nəzərə. Həm də əslində yerində və vaxtında olmayan bir razılıqdır. Bu normal səpkidə yerində və vaxtında olmayan bir razılığın əslində heç bir əhəmiyyəti qalmayan bir razılıqdır. Ona görə də qanunvericiliyi nəzərə alına bilməz. Bir də aydın məsələdir ki, burada ən çox belə situasiyaların yaranma ehtimalının yüksək olduğu situasiya valideynlərin iki ayrı ölkənin vətəndaşı olduğu hallarla bağlı ola bilər. Yəni tutaq ki, ya ana, ya ata Azərbaycan Respublikası vətəndaşı deyil, yanaşı vətəndaşlığı var və vətəndaşı olduğu ölkəyə çıxarmaq istəyir uşağını. Belə olan halda, yəni tərəflərin birinin əcnəbi olduğu halda ayrıca qaydalar varmı? Bu mübahisə necə həll olunur? Mən istəyirəm plenum qərarının, sadladığımız bayaqki plenum qərarının 7.8-ci bəndin tamaşaçılarımızın diqqətinə çatdırım. Orada qeyd olunub ki, valideynlərdən biri əcnəbi olduğu hallarda bu kateqoriya mübahisələrə baxılması zamanı bir sıra xüsusiyyətlər məhkəmələr tərəfindən nəzərə alınması diqqətdən kənarda qalmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 7-ci bölməsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri ailə münasibətlərinə tətbiq edilməli olan qanunvericiliyə dair qaydalar göstərilmiş. Bu məcəllənin 153-cü maddəsində isə onların birgə və ya ayrı-ayrı yaşaması faktı irəli gəlməklə valideynlərin və uşaqların hüquq və vəzifələri məsələləri ilə bağlı hansı ölkənin ailə qanunvericiliyinin tətbiqinə dair 2 imperativ qayda nəzərdə tutulmuşdur. Başqa bir qayda isə məhkəmənin mülahizəsinə buraxılmışdır. Belə ki, həmin maddənin məzmununa əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi, onların birgə yaşadıkları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi müəyyənləşdirilir. Bununla belə qanunverici aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə iddiaçının tələbi ilə ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyinin tətbiq olunması imkanını nəzərdə tutmaqla onun tətbiqi mümkünlüyünü məhkəmənin mülahizəsinə buraxmışdır. Deməli, Ailə Məcəlləsinin 153-cü maddəsində belə bir maddə əks olunur ki, valideynlərin və uşaqların hüquq və vəzifələri nəzərə alınmalı, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıkları ölkənin qanunvericiliyinə uyğun müəyyənləşdirilir. Əgər uşaqlarla ata-ananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi müəyyənləşdirilir. Aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə iddiaçının tələbi ilə ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyi tətbiq oluna bilər. Göründüyü kimi qanunvericilik istisna hər bir halda həmin fərdi situasiyanı nəzərə alaraq qanunvericiliyin tətbiq olunmasını, belə deyim, hakimin və məhkəmənin üzərinə qoyur. Valideynlər ayrı-ayrı dövlətlərdə yaşadıqda uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyinə istinad olunması
olmasını istisna etmir. Həmçinin valideynlər ayrı-ayrı dövlətlərin vətəndaşısı ola bilər, uşaq da başqa bir dövlətin vətəndaşıdır, lakin Azərbaycan Respublikası ərazisində misal daimi yaşayırsa, Azərbaycan Respublikasının qanunvericiliyində ona tətbiq olunmasını istisna etmir. Lakin bir sıra hallarda misal Azərbaycan Respublikası Ali Məhkəməsinin 157-ci maddəsində göstərilir ki, xarici ölkələrin Azərbaycan Respublikasının hüquq qaydasının əsaslarına zidd olan hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir. Belə olan halda Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir. Yəni bəzən ola bilər ki, bir ölkənin qanunvericiliyinin hüquq norması bizim qanunvericiliyə nəzərdə tutulan hüquqi əsaslara zidd olsun. Belə olan halda onların da tətbiqinə yol verilmir və məcburdur ki, bizim qanunvericiliyimizin normaları tətbiq olunsun. Burada xüsusi mənə elə gəlir ki, maraqlı olan məqamlardan biri nədir? Əksərən mənə elə gəlir qanunvericiliyin də tənzimləməkdə müəyyən qədər ehtiyat elədiyi və detallara xüsusi diqqət elədiyi məsələlərdən biri maraqların və mənafələrin toqquşduğu hallarda o balansı saxlamaq çətin olur. Bu cür mübahisələrdə balans nə arasında qurulmalıdır? Düşünürük ki, burada uşağın sərbəst hərəkət azadlığı ilə valideynin uşaqla ünsiyyət azadlığı nəyə görə? Ola bilsin ki, burada uşağın həm müvəqqəti ölkə sərhədlərindən kənara çıxarılmasına söhbət gedə bilər, həm də çox uzun müddətli bir kənara çıxmadan söhbət gedir. Aydın məsələdir ki, bir valideyn burada qalır, digər valideyn uşaqla bir yerdə çıxırsa, artıq arada bir məsafə halı realdır. Belə olan halda ayrı yaşayan valideynin uşaqla ünsiyyətinin qurulması məsələsi var ki, o da həm uşağın, həm də valideynin hüququdur. Belə bir vəziyyətdə, belə bir situasiyada siz qərar verərkən bu balansı necə qoruyursunuz? Həm uşağın sərbəst hərəkət azadlığı ilə digər valideynin də uşaqla ünsiyyət hüququ arasındakı balans necə qorunur ki, bir-biri ilə toqquşmasın? Deməli, Ayşən xanım, çox yaxşı bir sualdır və inanın ki, məhkəmə təcrübəsindən çox hakimlərin problemlə üzləşdiyi bir məsələdir. Ölkədən çıxışını iddiaçı tərəf xahiş edəndə cavabdeh tərəf əlində qətnamə ilə məhkəməyə müraciət eləyir ki, baxın mən deyək ayın hər həftəsi və yaxud da ki, ayda müvafiq həftələr ərzində və yaxud da bir neçə gün ərzində uşağımla görüş ünsiyyət hüququmu müəyyən olunub məhkəmə tərəfindən, görüş qaydam müəyyən olunubdur və siz iddiaçı tərəf onu ölkədən aparmaq istəyir, ölkədən çıxarmaq istəyir. Bu da mənim ünsiyyət hüququmu pozmuş olur. Deməli, bildiyimiz kimi, istər Azərbaycan Respublikasının qanunvericiliyi, istərsə də Avropa məhkəməsinin yanaşmalarında bir mənalı şəkildə üstün mənafə uşaqların mənafəyidir. Çünki belə deyək, müdafiəyə ehtiyacı olan şəxslər onlardır. Hər bir halda yetkin yaşına çatan şəxslərdən valideynlərin mənafəyindən birinci olaraq, ilkin olaraq biz uşaqların mənafəyinə toxunmalıyıq, onları müdafiə etməliyik. Lakin bununla yanaşı, bu da istisna bir hal deyil ki, dediyiniz kimi vətəndaş uşağı götürsün, aparsın və ümumiyyətlə digər valideyndən hüququ, ünsiyyət hüququ pozulmuş olsun, ümumiyyətlə ondan görüşə bilməsin, onda da digər valideynin də o ünsiyyət hüququnu biz pozmuş oluruq. Belə olan halda həm plenum qərarında, həm də ailə qanunvericiliyində məhkəmələrə tövsiyə olunur və bir mənalı şəkildə məhkəmələrin üzərinə vəzifə qoyulur ki, həmin hallarda, situasiyalarda uşağın mənafəyə üstün götürülməklə, lakin valideynin, yəni uşaqla ünsiyyət hüququ verilmiş məhkəmə qətnaməsi əsasında ünsiyyət qaydası müəyyən olunmuş valideynin də hüquqları nəzərə alınaraq balanslı bir qərar qəbul olunsun. Misal, burada nümunə kimi həmin plenum qərarında göstərilir ki, iddiaçıya deyək, ölkədən uşağı digər valideynin razılığı olmadan aparması ilə bağlı əgər icazə verilibsə, həmin icazədən sui-istifadə olunmamalı, digər valideynin də hüququ pozulmadan aparacağı deyək, yer barəsində, ölkə barəsində, müddət barəsində həmin o ünsiyyət hüququ müəyyən olunmuş, qətnamə əsasında ünsiyyət hüququ müəyyən olunmuş valideynə əvəzdən razılıq vermək öhdəliyi şərti də müəyyən oluna bilər. Bu da həmin o balansın əslində bir növ təmin olunması, balansın qorunması baxımından məhkəmələrə tövsiyə olunmuş, məhkəmələrin üzərinə qoyulmuş bir vəzifədir və təcrübədə də biz qərar qəbul edərkən bu situasiyalarda çalışırıq ki, həmin plenum qərarının şərtlərinə bir-bir əməl eləyək və balansı pozmadan həm uşağın mənafəyinə, həm də valideynin mənafəyinə uyğun qərar qəbul edə bilək. Digər bir məsələmiz, deməli, biz ilkin suallarda da buna toxunduq, izah eləmədik əlbəttə. Məhkəmə qaydasında bu işə baxılması ilə bağlı məsələlər, yəni aydın məsələdir ki, məhkəmə öz mövqeyini hansısa bir rəsmi qərarda, məhkəmə aktında bildirir. Bu qərarla uşağın ölkə sərhədlərindən kənara çıxması ilə bağlı verilmiş icazə nə qədərlik bir müddəti əhatə edir? Yəni bu icazə müvəqqəti bir icazədirmi, yoxsa uzun müddətli və qəti bir icazədirmi və bu qərarın ümumiyyətlə hüquqi qüvvəsi nə qədərlik bir zamanı özündə əhatə edir? Digər bir məsələ qərarın ləğv oluna bilərlik imkanı ilə bağlıdır. Yəni bu qərar nə qədər mütləqdir? Bu qərarın ləğv olunması necə deyirlər, proseduraları varmı?
Bəli, Ayşən xanım, əsasən məhkəmə təcrübəsində bu qəbuldən qətnamələrdə uşağın yetkin yaşına çatanadək digər valideynin, yəni maneə yaradan valideynin razılığı olmadan getməsinə məhkəmə qaydasında icazə verilir. Lakin bəzi hallarda, hansı ki, düzdür, bu yekun qərar qismində qəbul olunmur, amma həmin situasiyada uşağın hüququnun, mənafeyinin qorunması baxımından həmin plenum qərarında da istisna hallarda uşağa əslində hüququn həmin anki bərpası üçün məhkəməyə tövsiyə olunur ki, misal üçün İdman və Gənclər Nazirliyi tərəfindən hər hansı bir müsabiqədə iştirakı üçün və yaxud da uşağın gələcəkdə xaricdə təhsil alması üçün iştirak edəcəyi hər hansı bir imtahan və müsabiqə üçün həmin halda bilirik ki, məhkəmə mübahisəsi uzun müddətli çəkə bilər. Yəni qanunvericilikdə buna baxılması müddətləri müəyyən olunub. 4 ay müddətində ola bilər ki, 4 ayın sonunda belə bir qərar qəbul olunar. Qətnamənin qüvvəyə minmə məsələsi var və bu müddət çərçivəsində uşağın hüquqları pozulmuş olur. Uşaq artıq həmin imtahanda konkret bəlli tarix müəyyən olunmuş bir imtahan tarixidirsə, həmin imtahanda iştirak etməyə bilər və yaxud da həmin yarışda iştirak etməyə bilər. Bu da uşağın hüquqlarının pozulmasına nəticələnə bilər. Həmçinin sağlamlıq vəziyyətində ani bir vəziyyət yarana bilər ki, hansı ki, ölkə ərazisində həmin sağlamlıq vəziyyətinin bərpası mümkün olmadığı halda xarici ölkədə də bu sağlamlıq vəziyyətinin bərpasından istifadə etmək hüququ vardır. Belə olan halda qanunvericiliyə nəzərdə tutulmuş müvəqqəti təminat tədbiri qismində minimal həddə, yəni ən qısa müddətdə sadəcə mübahisənin və məsələnin, uşağın mənafeyinə xidmət edən məsələnin həlli üçün məhkəməyə elə bir səlahiyyət verilir ki, minimal həddə uşağın ölkədən çıxışı müəyyən olunmaqla digər maneə yaradan valideynə qadağa qoyulsun ki, həmin o ölkədən çıxış müddətinə maneəsizlik yaratmasın. Bu hallar xaricində bütün qalan vəziyyətlərdə yekun akt qismində qətnamə çıxarıldığı halda yetkin yaşına çatana qədər uşağın ölkədən çıxışına icazə verilir. Lakin bu o demək deyil ki, artıq yetkin yaşına çatana qədər şəxsə icazə verilibsə, iddiaçı tərəf, yəni uşaq yanında saxlanılan valideyn və yaxud da ölkədən uşağı ilə birlikdə çıxmasına icazə verilən valideyn hüququndan sui-istifadə etməlidir, uşağa zərər vura bilər, uşağa hər hansı bir təhlükə olan dövlətə apara bilər, misal üçün fövqəladə bir vəziyyət yaranan və yaxud da hərbi bir vəziyyət olan, ixşaş olan bir dövlət ərazisində, hansı ki, və yaxud da epidemiya olan bir dövlətin ərazisinə keçirdə bilər. Uşağa bildiyimiz kimi uşağın burada hüquqları pozula bilər, sağlamlığına və yaxud da özünə uşağın kifayət qədər ziyanlar dəyə bilər. Belə olan halda qanunvericilik burada tənzimləyir ki, həmin digər yayılan və məhkəmə qətnaməsi əsasında onun razılığı olmadan ölkədən uşağın çıxarılmasına icazə verilən valideynə belə bir hüquq tanınır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət eləsin və həmin müddət çərçivəsində halları, yəni digər bayaq sadladığımız halların olmasını əks etdirən sənədləri qoymaqla uşağın ölkədən çıxışının yetkin yaşına çatana qədər onun icazə olmadan çıxışının məhdudlaşdırılması və ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsini istəsin və məhkəmə araşdırmasında da əgər bu hallar öz əksini tapırsa, artıq əvvəlki qətnamə ilə müəyyən edilən, yəni burada mən tərəflərin xüsusilə tamaşaçıların diqqətinə çatdırım, qətnamənin ləğvindən söhbət getmir. Yəni yetkin yaşına çatmayan şəxsin ölkədən digər valideyninin razılığı olmadan icazənin ləğvindən söhbət gedir ki, həmin icazənin məhkəmə qətnaməsi əsasında ləğv oluna bilər və hətta bayaq qeyd elədiyimiz qaydada uşağın ölkədən o müvəqqəti çərçivədə müvəqqəti təminat tədbiri qismində çıxmasına qadağan eləyən halları burada da bu qəbildən də tətbiq edə bilərik. Əgər elə bir situasiya müəyyən olunursa ki, uşaq üçün təhlükə vardır, onda müvəqqəti təminat tədbiri qismində ölkədən uşağın çıxışına qadağa qoyula bilər. Yəni bu hər bir halda dediyim kimi təməl qanunvericiliyin təməl prinsiplərindən yanaşaraq uşağın mənafeyinin və hüquqlarının qorunması məqsədidir. Əsas məqsəd burada yəni uşağın qorunmasını daşıyır. Ona görə də belə olan hallarda həmin qərar yetkin yaşına çatmayan şəxsin ölkədən çıxışına icazə ləğv edilə bilər və yaxud da müvəqqəti təminat tədbiri qismində ölkədən çıxışına qadağa qoyula bilər. Hər bir halda hər iki valideynin bir-birinə əks tələbləri məhkəmə qaydasında Bəli, hər bir halda bunlar məhkəmə qaydasında uşağın mənafeyi üstün götürülərək, uşağın hüquqları qorunaraq həllini tapır məhkəmə qaydasında. Çox sağ olun Gülsüm xanım. Çox maraqlı müzakirə idi. Mənim gördüyüm qədərilə bu cür mübahisələrin sayı heç də az deyil, yəni kifayət qədər. Bəli, kifayət qədərdir məhkəmə təcrübəsində. Mən də sizə təşəkkür edirəm ki, məni dəvət etdiniz, dinlədiniz. Bizim üçün də maraqlı oldu. Ümid edirəm ki, tamaşaçılarımız üçün də effektiv olar, onlar üçün də faydalı olar bu məlumatları almağı, hüquqi məlumatlarla məlumatlanmaları. Bir daha təşəkkür edirəm sizə. Biz təşəkkür edirik. Bizim də ümidimiz o istiqamətdə, o yöndədir ki, faydalı ola bilər. Çünki bu verilişin əsas təməl məqsədlərindən biri hüquqi yardımı mümkün qədər əlçatan eləməkdir ki, insanlar ən az əziyyətlə o informasiyanı əldə edə bilsinlər və bütün o informasiyaları bir yerdə toplanmış bir şəkildə təqdim edir. Çünki hər bir halda bu informasiyanı əldə etmək olar, amma
araşdırma tələb eləyir, hüquqi mühakimə tələb eləyir, hansı ki, hüquqi necə deyirlər, təhsilsiz bu biraz çətin olur. Hər bir halda ümid eləyirik ki, bizim də bu barədə biraz faydamız olur, əlimizdən gələn nəsə bir kiçik də olsa bir xidmətimiz olur. Sizə təşəkkür edirik, tamaşaçılarımıza təşəkkür edirik zaman ayırdığı üçün. Yenidən sizə qonağımızı təqdim edirəm. Mövzunu bizlə müzakirə etdi Naxçıvan şəhər məhkəməsinin hakimi Gülsüm xanım Əliyeva. Və mövzumuz nə idi? Yekəlik yaşına çatmayan uşağın digər valideynin icazəsi olmadan ölkə xaricinə çıxarılması ilə bağlı mübahisələr idi. Ümid edirik sizin üçün faydalı məlumatlar oldu. Zamanınızı ayırdığınız üçün minnətdarıq.